Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir. Deməli, bugün, yəni 3 may 2025-ci il tarixində keçirilmiş Qərbi Azərbaycan Qayıdış Olimpiadasının birinci mərhələsinin sualları və izahları ilə sizi tanış edim. Deməli, mən də getmişdim, 21 düzüm oldu yoxladığıma görə. Müxtəlif mənbələrdən də baxdım. Siz də indi yoxlayarsınız, neçə düz olsa yazarsınız. Qeyd edeyim ki, mənim tərtib etdiyim sınaqdan da içlərindən suallar var idi. İnşallah Allah əziyyətimizi yerdə qoymaz və mənə 1000 abunə olmaqda dəstək etmək istəyirsinizsə, abunə olun və videoya like edin. Keçdik suallara. İlk suallar asan idi. Deməli, Azərbaycan Respublikası İlham Əliyev dekabrın 24-22-ci il 2022-ci ildə İkini tarix oxuyanlar ilə çoxu bilər. Üst kilsəyə köçürdü Cahanşah. Mirzə Qədim İrəvanidir, Azərbaycan Dərəcə Bakanlığının banisi. Qərbi Azərbaycan ərazisi Aralıq dənizinin hansı qurşunun geosüxnə qurşağının daxilində Qərbi Azərbaycan yerləşən qızıl yataqlar. Bu mənim sualımda var idi. Zod var idi. Mikroabzor da burada var. Qərbi Azərbaycan toponimləri araşdırma əsas mənbələr hansı bətdə tarixi yazılı xəritələr, ərazinin kameralı təsvirləridir. Yetim Aydının, bunu mən yazmamışam. Cavab, yəni ilk dəfə işlədim Yetim Aydın 3-4-5-də. Dədə Qürbətlə Dədə Heykəllə dəyişmələrinə baxdım, var imiş. 3-4-5-dir. Aşıq Ələsgər, elə biri A yazanda cavab çıxır. Biri A-dır. 20-ci əsrdə vəfat edib Aşıq Ələsgər. 20-ci əsrdə, Miskin Abdalda 15-ci əsrdə yaşayıb, Göyçay məktəbini yaradıb. Dağlar hər ikisinə aiddir. DB 3-ə aiddir. Ağbaba bölgəsinin aşıqlarına da aid deyil. Cavab B variantı. Hamısını dedim də orada, hə? Hə, dedim. Keçdik Mövlud Süleymanlı, bunu mən səhv yazmışam. Cavab Köt, Cev, Qurduz, səsdir. Cavab B variantı. Onda cavab A-dır. İdarəçi məmuru seçmə və rus dilini yaymaq. 11-də rahat sual idi. Türkmənçay və Ədirnə müqavilələr. Gülüstanın ümumiyyətlə çıxmaz. Çünki Gülüstanda Qacarlarda qalıb. Kürətçədə Qarabağa aiddir. 1920-29-cu ildə Dərələyəz, Pənbət, Yeni Bəyazıt Ermənistan SSR-yə verilmişdir. İrəvan kişi gimnaziya. Bu da mənim suallarım içində var idi. Əslində burada mən birinci Y-ni vurdum, sonra A-nı vurdum. Amma cavab Y çıxıb. Məhəmməd Bağır, belə bir adam var, Məhəmməd Qazıyev. Mən onunla dedim, eyni bir şey olar da. Y-ni də bilirdim, söz yox. Amma içimdən A-nı vurmaq istəyirdim, amma düzgün cavab Y variantıdır. Kəngəli Məhəmməd Qulubəy İrəvanda A variantı burada doğru cavab Rus Tatar qız məktəbidir. Qərbi Azərbaycan subtropik iqlim zonasında yerləşir. 16 ilə 17 mən yenə səhv yazmışam. Bu 16 Xəzər dəniz hövzəsinə aiddir. Orta Arazda səhra torpaqlar kompleksi, yəni D-dir. Qərbi Azərbaycan toponimləri Qərbi Zəngəzur, daha doğrusu Qarakesa, Gorus, Mehri, Qafandır. Yəni Zəngəzura indiki ermənilər Sünik deyir, ora aiddir. İrəvan xanlığının mahal adları, bu da mənim sualımda var idi. Rıxbula, Abaran, Gərnibasar, Zəngibasar, Dərəcə B variantı doğru cavab. 19-dan 20-yə niyə keçmir? 20 yoxdur. Hə, 20. Qərbi Azərbaycan yazılan hərfçilərin hansı səhvdir? Cavab D variantı. Xəstə vəsin orada hamısını dəyişənməz. Yəni illaki vardır başqalarda. Cavab D variantı. 21-də cavab D variantı. Azərbaycandan kommunistə şey olub, məqalələr qəzet çap etdirib D variantı. Bunu yazmamışam. Burada Günah duası psixoloji romanıdır. Cavab C variantı. 23-də qəhrəmanlıq dastanları, sonra Koroğlu D variantı. Ağba bölgəsinin aşıqları Y-dir. Xəstə Hasan, Şənlik, Çıldırlı, Qaranidir. Şəkildəki İrəvan xanlığına aiddir. 18-dən 2-ci əsrdə göy məsciddir. Y variantı. 19-da İrəvanda ana dilli məktəblər açıb Hacı Kazımzadə, Həsən Rüşdiyə, Mirzə Kazım Əsgərzadə. Cavab C variantı. 27-də səhv yazmışam. Cavab 2-3-5 olacaq. Enerjinin 40% ES-lərin payına düşür. Əlva metalı, mis və alüminium. Bir də 5-dir. Əsas seslər Razdan və Vorotandır. O birislər çıxmışdım, ikisini arası qalmışdım. Nəsə. Türk tayfaların adı A variantdır. O birislərdə ümumiyyətlə adam adlar, yəni antropogen toponimlərdir. Getdim. 29-da B variantıdır. Yazıya alınıb. 30-da aşığın adı çəkilib. Ullu Kərim onsuz. Çünki adı var. Qıfılbəndə 2-ci bənd səhvli hörmətli 1-3. Bir də 7 adlı qıfılbəndə. Çünki rədif əsasında adlandırılır əsasən. Cavab E variantdır. Deməli, sizin də necə düz olsa, deyərsiniz, hansı cavabdan narazı qaldınız, öz fikirlərinizi qeyd edirsiniz və video like eləməyi unutmayın. Sağ olun.